أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. تبارك الذي بيده الملك وهو على كل شيء قدير. الذي خلق الموت والحياة ليبلوكم أيكم أحسن عملا وهو العزيز الغفور. الذي خلق 7 سماوات طباقا ما ترى في خلق الرحمن من تفاوت فارجع البصر هل ترى من فطور ثم ارجع البصر كرتين ينقلب إليك البصر خاسئا وهو حسير. ولقد زينا السماء الدنيا بمصابيح وجعلناها رجوما للشياطين وأعتدنا لهم عذاب السعير. وللذين كفروا بربهم عذاب جهنم وبئس المصير. صدق الله العلي العظيم. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، نحمده ونشكره نستغفره ونستعينه نتوكل عليه ونتوسل إليه. الصلاة والسلام على سيدنا ونبينا وحبيبنا وطبيبنا وشفيئنا ومولانا أبو القاسم المصطفى محمد. اللهم صل على محمد وآل محمد وثم الصلاة على إترته المكرمين وسيما بقية الله في الأراضين ولان الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أعوذ بالله من الشيطان الرجيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Ya Allah, inşallah bu cümleden itibaren yeni bir mevzuya başladık. Elə bir mevzu seçtim ki inşallah bu ayların ruhuna uygun bir mevzu olsun. Ki bu 3 aya mənəviyyatın baharı deyirlər. Və mövzumuzun da adı münacat. Münacat.
Yəni tanış kəlmədir əslində. Allahla münacat eləmək, Allahla xəlvət eləmək ki, həm fitrətimizin, ruhumuzun ehtiyacıdır. Həm də bunun ətrafını danışacaq ki, ümumiyyətlə münacat nədir? Faydaları nədir? Necə olur? Necə yaranır? Xeyri nədir? Dua ilə fərqi nədir və s. İnşallah ümid edirəm ki, yaxşı mövzu olar, faydalı olar. Hazırlayarıq ruhumuzu Qədr gecəsinin anlarına, saatlarına ki, indidən hazırlaşaq gərək Qədr gecələri üçün. Mən mövzumuza bir müqəddimə ilə istəyirəm başlayayım. Sizdən icazə alıram ki, mövzumuza müqəddimə ilə başlayaq. Müqəddiməmiz belədir. İnsanlar ibadət eləmək baxımından 3 qismə bölünür. Adi insanlar, aqil insanlar, aşiq insanlar. Hərçənd bunun ətrafından danışmaq olar ki, məgər eşq ağıldan ayrı mövzudur, yoxsa eşq daha zirvədir, insan əqlaniyyətlə, ağılla yetişir ora. Sözsüz ki, əqlaniyyət olmayan yerdə eşq də olmaz ki. Amma bir pillə yuxarıdır mövzu. Bir pillə mövzunu yuxarı qaldırırıq, deyirik aşiq insanlar. Deməli, ibadət baxımından insanlar 3 qismə bölünür. Adi insanlar, aqil insanlar, aşiq insanlar. Adi insanlar məsələyə belə baxırlar. İbadət eləməsəm, itaət eləməsəm, bədbəxt olaram. İlahi buyruqlara da bir növ şərti baxırlar. Şərti. Baxın, qaydalara, qanunlara 2 cür baxmaq olar. Şərti və həqiqi qaydalar. Nə deməkdir bu? Çox sadə dillə sizə deyim, qanuna 2 cür baxmaq olar. Şərti və həqiqi qanunlar. Mən sizə 2 dənə misal çəkirəm, siz bir dənə qərar verin, zəhmət olmasa. Məsələn, 2 dənə qanun deyirəm, görün fərq görə bilirsiniz arasında yoxsa yox. Birinci qanun, qırmızıdan keçmə, işıq fordan söhbət gedir. Qırmızıdan keçmə, əks təqdirdə cərimələnəcəksən. Bu bir qanun, düzdür? Qırmızıdan keçmə, yoxsa cərimə olacaqsan. İkinci qanun, əlvi elektrik cərəyanına vurma, ölərsən. Bu da bir qanundur da, düzdür? Bir dənə 2-nin fərqi var, yoxsa yoxdur? Əlbəttə ki, var. Diqqətlə baxsız var. Qırmızıdan keçmə, cərimə olacaqsan. Əlvi elektrik cərəyanına vurma, ölərsən. Birinci şərtidir. Belə şərtləşmişik, belə qərarlaşmışıq, belə bir qayda qoyulub və deyilib ki, bundan sonra bilin, qırmızıdan keçsöz cərimə olacaq. Haçansa bu qayda dəyişilə bilər, dəyişilə bilər. Yaxşı. Amma elektrik cərəyanına toxunma, ölərsən. Bu da bir qaydadır, bir qanundur. Amma bu bizim qərarlaşmamışıq bunu. Yəni, oturaq cəmiyyət yığışsın bir yerə, belə bir qərar versin ki, bundan sonra, məsələn, tutaq ki, əlvi elektrik cərəyanına vursun, sən öləcəksən. Belə bir qayda biz qoymamışıq. Burada nə yatır? Burada nə məsələ var? Burada səbəb-nəticə rabitəsi var və ontoloji əlaqə var. Məsələn, tutaq ki, biz hər hansı bir əşyaya ad veririk. Bu bir şərti əlaqədir, o adla əşya arasında. Başqa ölkədə o adla onu çağırmırlar. Bu şərti əlaqədir. Həqiqi əlaqə budur ki, elə burada da əli vursan elektrik cərəyanına ölərsən, Kitayda da vursan əli ölərsən, filan ölkədə də vursan ölərsən. Bu şərti bir qayda deyil, həqiqi bir qaydadır. Səbəb-nəticə qanunu var, səbəb-nəticə rabitəsi var, ontoloji əlaqə var. Yaxşı, bunu deyə bildim. İndi baxın, bunun ətrafında danışmaq olar da, Allahın buyruqları, belə eləmə, bu olar, belə et, belə olar, belə etsin, belə olacaq. Bu birinci nömrəli, birinci dərəcəli, birinci deyilən kimidir, yoxsa ikinci deyilən kimidir? Yəni, şərtidir, yoxsa səbəb-nəticə qanunu kimidir? Adi insanların baxışı budur ki, elə birinci məsələyə baxdığı kimi baxırlar. Elə o cürünə də baxırlar deyənə, bəzi dərin mövzuları həll edə bilmirlər. Həll edə bilmirlər deyənə, elə inanırlar, keçirlər üstündən. Məsələn, 70 il günah elə, əbədi cəhənnəm. Niyə? Bəzi vaxtlar bunun kökündə o, həmən mövzu yatıb. Növ şərti baxırlar mövzuya. Digər məsələlərə baxdığı kimi baxırlar. Məsələn, filan qanunu pozanda bu qədər cərimədir. Niyə bu qədəyə?
Mən 70 il üsyan edirəm, niyə əbədi cəhənnəm? Məsələlərə dəqiq baxımlılar deyənə məsələ bax burada gəlir, büdürüyür. Amma məsələ biraz fərqli baxmaq olar. Bəli, fərqli baxsa mövzu şəffaflaşacaq. Belə də baxa bilərik. Məsələn, sən bir saniyə içərisində gözünə bir dənə iynə batırsan, nə olar? Bir ömür kör olarsan. Yaxşı. Burada niyə belə oldu? Çünki səbəb-nəticə rabitəsi var. Ontoloji əlaqə var. Adi insanlar mövzulara, Allahın buyruqlarına, qaydalarına şərti baxır. Və belə insanların ibadəti də qorxu üzündəndir. Və minimum mükəlləf olmaq istəyirlər. Şəriət onlar üçün ağır bir yükdür. Şəriət adi insanlar üçün zəhmət, aşiq insanlar üçün rəhmətdir. Onlar minimumla kifayətlənmək istəyirlər. Çox onlara buyruq deyilməsin. Məsələn, deyəndə bu olmaz, deyir, bu bilmirdim, eləyirdim, niyə düdünə mənə? Amma aqil insanlar biraz fərqlidir. Aqil insanlar biraz fərqlidir. Adi insanlardan. Onlar düşünürlər, əqillərini işə salırlar. Quran onları belə nəzmə çəkir. İnnə fi xalqis səmavati vəl-ardı və ixtilafil leyli və'n-nəhari ləayatin liulil əlbab. Ağıl sahibləri yerə baxırlar, göyə baxırlar, aləmdə olan nizamı görürlər, harmoniyanı görürlər, gecənin gündüzün dəyişməsi və s. Əlləzinə yəzkurunəllah qiyamən və quudən və alə cunubihim. Təkcə təfəkkür eləmirlər, eyni zamanda zikir edirlər. Və yətəfəkkərunə fi xalqis səmavati vəl-ardı. Fikir verdiniz. Həm təfəkkür var, həm zikir var. Həm düşünürlər, ağıllarını işə salırlar və eyni zamanda qəlbləri də aktivdir. Həm zikir, həm fikir. Aqil insan xüsusiyyəti budur. Aqil insan Quranın məntiqində budur. Ağıllı insan. Bu təhlil eləyəndən sonra, aləmə baxandan sonra deyirlər ki, Rabbənə ma xələqtə hazə batilənsin, bu aləmi boş yaratmamışsan. Təhlil eləyirlər də. Düşünürlər ki, yox, bu aləm boş yarana bilməz. Bu aləmin bir məqsədi var, hədəfi var, bu xilqətin hədəfi var, hədəfinə tərəf hərəkət edir. Həyat 70 ildən ibarət deyil. Subhanəkə fəqinə əzabənnar. Qiyamət var, cəhənnəm var, cənnət var. Bu ağılla gəldilər, nəticəni aldılar. Səbəb-nəticə qanunu var. Məqsəd var, hədəf var, xilqət boş yaranmayıb və s. Bu cür insanlar əlaqəni anlaya biliblər Allahın buyruqlarında. Bəziləri bunu başa düşə bilməyib. Bəziləri din budur ki, elə inan ki, aram yaşayasan, qutardı getdi. Bir həqiqət kəsb eləmir. Doğrudan bunun bir həqiqi əlaqəsi olsun, ontoloji əlaqə olsun, səbəb-nəticə qanunu olsun bu mənada. Yəni, deyir, yaxşı yaşamaq üçün xeyirlidir, praktik həyatımızda faydası var deyənə inanırıq. Yəni, yaxşıdır da, deyir, Allah olmasaydı da gələk Allah haqqında nəsə bir fikirlər sürüləydi. Yalandan da olsa Allah mövzusunu atmaq lazım idi ortaya ki, insanlar aram yaşasınlar, rahat yaşasınlar. Yəni, bu cür nə baxırlar məsələyə, çox səthi. Həqiqətdə bir şey yoxdur. Aqil insanlar bu əlaqəni görə bilir. Aqil insanlar səbəb-nəticə qanunlarını görə bilir. Səbəb-nəticə qanunlarını görə bilir. Allahın buyruqları ilə o cəza arasında əlaqəni tuta bilir, anlaya bilir. Mən mövzunu bir pilədə qaldırım istəyirsiniz yuxarı. Quran-ı Kərim mövzunu biraz fərqli yanaşır, səbəb-nəticə qanun dedim mən. Quran-ı Kərim deyir ki, bir var deyək, cəza və belə deyək də insanın əməli, onun arasında səbəb-nəticə qanunu var. Biraz da dərin baxsaq məsələyə deyir ki, cəza ilə əməlin eynidir. Etdiyin müqabilində nəsə vermirlər, etdiyi sənə verirlər. Sənə səni təqdim edirlər. İqra kitabəkə, oxu kitabı, oxu qəlbivi, oxu özüvi, sənə səni verirlər. Sən özü tilavət, sən özü mütaliə edirsən qiyamət günü. Yəni, sən deyil, cəhənnəmdən kənar bir şey deyilsən, vücudun gəlib cəhənnəmin bir parçasına çevrilib. Bəzi insanlar cəhənnəmin özünə çevrilib.
Quran həsəbu cəhənnəm deyir, cəhənnəmin odunu deyir. Quran bir yerdə vəquduhan nas vəl hicarə deyir, cəhənnəmin yanacağı deyilir, deyir. Yəni görünən budur ki, insana özünü təqdim edirlər. Bu bir pillədə fərqli bir baxışdır. Quran get-gedə bəşərin baxışını dəyişə-dəyişə bir növ qaldırır yuxarılara. Fəmən yəməl misqalə zərrətin xayrən yərahu. Kim zərrə qədər yaxşı əməl eləsə, yaxşı əməlin mükafatın yox, özünü verəcək. Quran deyir, İnnəl-ləzinə yəkulunə əmvaləl yətama zulmən. Sən ki, zülm ucbatından, zülm edərək yetimin malını yiyirsən, sən xəbərin yoxdur. İnnəmə yəkulunə fi butunihim narən. Belə insanlar od qəbul edir qarnına, özünün xəbəri yoxdur. O mənəvi aləmdə, həqiqət aləmində nələrsə baş verir, özünün xəbəri yoxdur. İndi hiss eləmir. Necə adama narkoz vuranda hiss eləmir, ağrını gedəndən sonra okey. Başlayırsan hiss eləməyə ki, mənim ağrıyıram. Hələ bir yağdan ağrıyırsan, sadəcə olaraq hiss eləmirdin, həqiqət budur. Aqil insanların dindarlığı da vəzifə özündəndir. Vəzifə özündəndir. Adi insanlar deyir, mənə az tapşırıq verilsin. Bu cür insanlar deyir, az çox heç birini demir. Hələ buyruq da icra eləyirəm, qanunları anlamışam, əlaqəsini tutmuşam və bilirəm ki, mənim mövlam, Allahım hikmətlidir. Bir növ ağa-qul rabitəsi yaranır. Və qul da bilir ki, ağası həkimdir, hikmətlidir, düz deyir, düz yol göstərir, uçuruma aparmaz, bataqlığa salmaz onu. Quran deyir, İbadur Rəhman, Rəhmanın bəndələri. İkinci pillə budur, adi insanlar, aqil insanlar. Adi insanlar məsələyə bir növ səthi baxır, şərti baxır. Aqil insanlar biraz daha dəqiq baxır, səbəb nəticə qanun görür, qanunlarla cəza arasında, buyruqlarla mükafatlar arasında daha dəqiq təhlil edə bilir məsələləri. Ondan bir pillə qalxaq yuxarı icazəvizlə, aşiq insanlar, aşiqlərin ibadəti. Sonra gətirin mövzunu bağlayın, bizim mövzuya görün, əlaqəsi nədir? Aşiqlərin ibadəti. Məşuqun hər sözü onun üçün xoşdur. İbadəti qorxu üzündən eləmir, məhəbbət üzündən edir. Bir var vəzifəm də edirəm, bir də var sevirəm edirəm. Nə o adi insan kimi, nə o aqil insan kimi. Yenə deyirəm, amma aşiq o demək deyil, heç əqli yoxdur ya. Bir pillə daha kamilləşib. Yəni, ağıl ona elə bir istiqamət verib ki, qəlbində bir mərifət çeşməsi yaranıb, onu aşiq edib. Sadəcə bölürük də, məsələni belə. Daha rahat olsun bizə. Aşiq insanlar ibadəti məhəbbət üzündən eləyir. Adi insanlar qorxu üzündən, aqil insanlar deyir, vəzifəmdir, icra eləməliyəm. Aşiq deyir, sevirəm onu deyənə icra eləməliyəm. Aşiqin gözü məşuqun ağzındadır. Görüm nə deyəcək? Nə deyəcək eşidim və əməl eləyim. Görsən, deyir, bunu edərsən, hələ bunu edərsən, ağzından çıxan kimi söz, deyir, baş üstə edərəm. Bilirəm, həkimsən, bilirəm, mənə çox istəyirsən, məni məndən çox istəyirsən və nə istəyirsən, mənə çox istəyirsən və mən də sənə aşiqəm, mən niyə etməyim ki, məhəbbət üzündən edirəm. Hətta əlavə də istəyirlər, deyirlər, ya Rəbbəl aləm, bir tapşırıq da gəlməyəndə narahat olarlar. Başa düşürsünüz. Adam var, buyruq gəlsin, narahat olar. Adam var, ona buyruq deyilməsə narahat olar. Olur da aşiqlə məşuq arasında deyil, nəsə istəsin də məndən. Mən də ona alım verim bunu. Bax, gəlir çatır bəşər bu yerə ki, Allah məndən nə istəyirsən? Gözləyir, intizardadır, müntəzirdir. İmam Hüseynin belə bir sözü var. Mənzəlləzi zaqa həlavətə məhəbbətikə fəramə minkə bədəla. Sənin məhəbbəti duyan və o eşqi dadan, o zövqi görən, məgər səni kimdənsə deyişər? Səni kimdənsə deyişər? Əsla. Səndən olanda insan bütün vücudu aramlaşır. Sənsizlik qəriblikdən başqa bir şey deyil. Yusuf demişkən, quyudan çıxardanda onu dedilər ki, ay yazıq uşaq, ay qərib, qalmışsan neçə vaxtı burada, dedi, qərib deyiləm, orada Rəbbimlə ünsiyyətdə idim. Rəbbi ilə ünsiyyətdə olan məgər qəribdir, tənhadır, yox.
Rəbbindən qopub, nə qədər insan onun ətrafında olsa da belə qərib və tənhadır, özünün xəbəri yoxdur. Əlbəttə ki, var, ruhu hiss edir onun tənhalığını. O deyirlər, bir nəfər mənəvi bir insanıymış. Oturub, otaqda tənha, təkcə oturub belə deyək, dizlərini qucaqlayıb düşünür belə. Danışır indi Allahla, münacat eləyir, ürəyinin sözünü deyir, həm söhbətdir Allahla, heç kəs də yox otaqda. Bu an deyib, bir nəfər gəldi, qapını açdı, ona diqqət eləmədi. Girdi içəri, sağa baxdı, sola baxdı, gördü heç kəs yox, qayıtdı, belə səslə yüksək, sən tənhasan burada, təksən burada. O birdən ayıldı. Ayılan kimi dedi, indi oldum tənha. Bayaqdan tənha deyildim. Gəldin, məni qopardın. Həm söhbət idim ondan. İndi tənhalaşdım. Onu ilə ünsiyyət quran tənha deyil ki. Onu ilə müraciət edən həyatın mənasını da tutub, anlayıb, duyub və dünya necə yaşamaq lazım bilir. Ya rəfiqə mən la rəfiqədə. Ey dostu olmayanların dostu olan Allah. Birinci qrup adi insanlar, ikinci qrup aqil insanlar, üçüncü qrup aşiq insanlar, birinci qrup qorxu üzündən edir. İkinci qrup anlayır. Üçüncü qrup müşahidə eləyir. İkinci qrup anlayıb ki, cənnət, cəhənnəm olmalıdır, mütləq labüddür, qiyamət olmalıdır, mən 70 ildən ibarət deyiləm. Bu qədər. Amma üçüncü qrup o cəhənnəmin özünü müşahidə eləyir, cənnətin özünü görür. Ləv tə'ləmunə ilməl yəqin lətərəvunnəl cəhim. Birinci qrup, üçüncü qrup haqqında ayə budur. Əgər elmul yəqinviz olsaydı, qəlbinizdə mərifət olsaydı, bir həddə yetişərdiniz ki, elm əgər mərifətə çevrilsəydi, bir həddə çatardınız ki, cəhənnəmə elə buradaykən müşahidə eləyərdiniz. İkinci qrup baxır, təfəkkür eləyir, bir dediyim ayə. Deyib, ma xələqdə hazə batilən, sən boş yaratmamısan, fəqinə əzabənlər. Mütləq bu dünyanın axarı var, bu dünyanın bir o tərəfə köçü var, keçidi var, qiyamətə keçidi var, cənnət var, cəhənnəm var, ağılla anlayır. Üçüncü qrup müşahidə eləyir, müşahidə. Bizim ən böyük müşkülümüz də budur, bu yoxdur deyənə sıxılırıq bəzi vaxtlar. Din insanı bəyətdə çatdırmaq istəyir. İnsanı gəlib aşiq edir. Aşiq da bu deyil, ictimai məsuliyyətlərdən qaçır, yayınır. Yox, bu deyil. Aşiq insan daha çox öhdəliklərə can atır. Aşiq insan xilqəti, bəşəriyyəti daha çox sevir. Nəinki təcrid olur, mağarada başlayır zikr eləməyə, ibadət eləməyə. Yox. Bu, eşq o cürünə məna eləməyək. Öz yerində dayanıb, məsələn, fırlanır, ibadət. Yox, eşq budur ki, elə ki, gəldi, insanın qəlbinə doldu. İnsan əvvəlkindən daha çox insanları sevməyə başlayır və onların hidayətinə teşnə olur və onları bataqlıdan çıxartmaq istəyir. Və eyni zamanda da Allahla rabitəsi var. Məsələ budur. Din insanı bu həddə çatdırmaq istəyir. Amma bura çatmaq üçün mənim qardaşlarım, bacılarım, yalnız nəzəriyyə kifayət edəmir. Yalnız nəzəriyyə, dəlil, sübut, məlumat kifayət eləmir bir sözlə. Lazımdır, kafi deyil. Olmalıdır, amma da bitdi onu ilə yox. Bunun üçün nəyə ehtiyac var? Buyururlar, bunun üçün münacata, xəlvətə, ələl-xüsus gecə vaxtı münacat eləməyə çox ehtiyac var. Ürəfa, əxlaq xüsusatları deyir. İstəyirsizsə ki, zehninizdə olan məlumatlar qəlbinizə süzülüb mərifətə çevrilsin. İstəyirsinizsə anladıqlarınızı görəsiniz, bildiklərinizi müşahidə eləyəsiniz. Deyim, münacatsız gecə ibadət olmadan qeyri-mümkündür. Münacat üçün də həmişə vaxt münasibdir, amma əlverişli vaxtlar olur da, xüsusi vaxtlar. Ən əlverişli vaxtlardan biri, bax, bu 3 aydır. Rəcəb ayında keçən cümlə budur. Ənə cəlisu mən caləsəni. Allah Teala deyir ki, kim məndən oturmaq istəyirsə, mən ondan oturaram. Rəcəb ayının dua sözlərindən biridir. Münacat hələ qoy deyim sənədir. Münacatla duanın bir dənə fərqi var. Münacat səmimi, xüsusi söhbətdir. Pıçıldaşırsan, sən və o, heç kəs yoxdur. Üçüncü yoxdur, sən odur. Buna deyilər münacat. Xüsusi səmimi söhbət.
Allah da Rəcəb ayında deyir, ənə cəlisun mən calə səni. Kim mənlə oturmaq istəyirsə, xüsusi həm söhbət olmaq istəyirsə, tək o və mən, Rəcəb ayı fürsətdir, hər gecə sözü. Bunu gecə deyir. Gecə deyir Allah Teala. Kim mənlə münacat eləmək istəyir? Sən və mən. Ya Rabbəl aləmin, niyə belə? Əş-şəhru şəhri, bu ay mənim ayımdır, vəl-əbdu əbdi, bəndə də mənimdir, və rəhmətu rəhməti, rəhmət də mənə aiddir. Özüm bilərəm, yəni bir sözlə. Bu sözün, hədisin mənası budur. Kim məndən istəyirsə, birlikdə otursun, buyursun. Qapım açıqdır. Münacat eləmək istəyən gəlsin. İndi sizə münacatı gələn cümlələr daha çox açacağım. Münacat üçün ən qəşəng ay Rəcəb ayı, Şaban, Ramazan. Bu bir. Hər ay olar. Ən gözəl vaxtı gecələrdir. Yaxşı. Bir Şabaniyyə münacatı var. O da Şaban ayına aiddir də, fikir verin. Şabaniyyə münacatı belə başlayır. Allahümmə salli ala Muhammed və ali Muhammed. Ondan sonra deyir, vəsmə' dua izə də'avtukə, vəsmə' nida izə nadəytukə, və qəbələ aleyyə izə nacəytukə, fəqət hərabtu elək. Bu duanı Hacı Eldəniz əzizimiz, dəyərli ruhanimiz biraz öncə də Quranda oxudu. Allah onun nəfəsinə bərəkət nazilləsin, daha da bərəkətli olsun ki, zaten bərəkətlidir. Bu duanı oxuyub, Şabaniyyə münacatını oxuyub, bizim səhifədə var. Bir ora baxın, ümumiyyətlə o duaları dinləyin. Mən tövsiyə eləyərdim bu aylarda o dualar, çox dualar oxuyub. Çox dualar oxuyub. Həqiqətən də nəfəsinin paklılığı da hiss olunur. Duada təsirini qoyub, ziyarət aşura duasını oxuyub, əhəd duasını oxuyub, ziyarət aliyasını oxuyub, Münacı Şəbaniyyə oxuyub. Bu dualara bir baxın. Yazın, qulaq asın evlərinizdə, balalarınız da işitsin. Həmən Münacı Şəbaniyyədən bir kəlmə deyirəmsə, vəsmə dua izə də'avtukə. Dua etdiyim zaman duamı eşit. Vəsmə' dua izə də'avtuk, vəsmə' nida izə nadəytuk. Səni çağıranda məni dinlə, ya Rəbbəl aləm. Vəqbəl aleyyə izə nacəytuk. Səninlə münacat elədikdə mənə üz tut. Fikir verdiniz. Həm dua mövzusu var, həm münacat. Allah, mən ki səni çağırıram, ya Rəbbəl aləmin. Mən ki səni çağırıram, məni dinlə. İlahi Rəbb, səni səsləyəndə məni eşit. Mən səndən münacat eləyəndə sən mənə üzvü çevir. Burada söhbət o rəhmətindən gedir və s. Mənim səsimə yəni qulaq as, mənası budur. Niyə bəşər belə danışır? Vəsmə duayı. İlahi səni çağıranda məni eşit. Niyə elə deyir? Sanki istəyirsin ki, bəşər Allaha, mən layiq deyiləm, sən məni dinləyəsən. Amma xahiş edirəm, sən məni dinlə. Hərdən oğul səhv eləyir, axırda gəlir atasının qabağında, anasının qabağında deyir, sən məni dinləməyə heç lazım da deyildi məni dinləyəsən. Mən layiq deyiləm, çox böyük səhvlər eləmişəm. Amma da atalığın ehtiramına, mən də sənin balanam, qulaq as da bir də mənə 5 dəqiqə. Bəşər deyir, vəsmə, Allah, mənə qulaq as, layiq deyiləm, amma qulaq as. Bir mənası budur. Niyə layiq deyil? Çünki etdiklərindən xəbərdardır. Bir dua var, qəşəng dua deyir, Allahümmə inkənət zunubi, qad əxləqət vəchi indək. Allah, əgər günahlarım üzümü qara edibsə sənin huzurunda. Və həcəbət duai ənkə, duam sənin dərgahıva yetişmirsə. Və halət beyni və beynək, sənlə mənim aramda fasilə olubsa. İn kənət qad mənəət ən tərfəli iləykə savta. Əgər günahlarım gəlib o qədər mani olub ki, səsim gəlib sənin ərşivə yetişmir. Fəhə ənə za müstəcirun bi kərəmi vəcihik. Mən buyam da, amma indi ehtiyaclıyam sənə dərgahı, mənə bir sığınacaq ver. Və izz cəlalikə mütəvəssilun iləykə və mütəqarribun iləykə bi əhəbbi xalqikə iləykə. Allah, sənə qurban olum. Təvəssül edirəm sənə yaxınlaşıram. Sənin ən sevdiyin bəndələrin hörməti ilə. Sənin ən sevdiyin bəndələrin vasitəsi ilə. Və əkrəmihim, onlar kəramətlidir. Və əvlahum, onlar çox üstündür. İlahi, gəlmişəm, onlarla sənin qapıva. Maraqlıdır. Günahlarım üzümü qara edib, səsim ərşə çatmır. Sənlə mənim aramızda böyük-böyük fasilələr səbəb olub etdiyim səhvlər, xətalar, nöqsanlar, eyiblər.
Amma götürüb gətirmişəm məsumları sənin dərgahına. Ona görə deyib, vəsmə, eşit, layiq deyiləm amma eşit. Bir mənası budur. İkinci mənası nədir eşidin? Qabıları deyim ki, biraz sözlərlə biraz daha da çox ünsiyyət qurasınız. İkinci mənası nədir? İkinci mənası budur ki, yəni eşit, biz deyirik ya, hərdən filan kəs səni eşidir. Deyir, hə, narahat olma, mən nə desəm eləyər. Eşit iki cür deyirik də, məni eşit, yəni qulaq as. Bir də var, məni eşit, yəni bunu əməl elə. Allaha deyəndə vəsmə nidai, Allah məni eşit, yəni dolayısıyla Allaha istəyir, ya Allah, nə ola, bu hacətimi icra elədin, həyata keçir. Allahla o xatır. İkinci budur. Üçüncü nədir eşit kəlməsini Allaha deməyin? Sanki özün arxayın olmaq istəyirsən. Demirsən hərdən, bir nəfərə danışırsan, müəllim danışır, şagirdlə, şagird baxır, müəllim qayıdır, eşidirsən məni? Uşaq deyir, şagird, bəli. Müəllim niyə deyir ortalarda bir iki dəfə? Tam qəlbən vücudundan arxayın olmaq istəyir. O İbrahim Peyğəmbər Allaha dedi, bu ölüləri necə dirildirsən? Keyfə tuhyil mevt deyir, əvvələm tu'min inanmadın deyir. Yox, əstəğfurullah deyə inanmıram ki, liyətməinnə qəlbi, tamamən vücudum istəyirəm aram olsun. Bəndə də üzün tutur Allaha deyir, vəsmə, Allah məni eşit, məni eşit, məni eşit. Sanki istəyir arxayın olsun, bu qədər desəm yəqin ki, eşidər. O mənada ki, eşidir, bu birisi mənada da eşidər. Tam arxayınlaşırsan. Yaxşı. Axı Allah niyə eşitsin məni, niyə qulaq assın deyib, fəqət hərəbtu eləyəkə duanın davamında deyir, Şəbaniyyə münacatında ya. Mən bunu şərh eləməyəcəm, amma bir kəlmə demək istədim sizə. İlahi, çünki qaçdım sənə tərəf, səhvimi başa düşdüm. Başa düşdüm ki, səhv cinahda olmuşam, başa düşdüm ki, yanlış yerlərdə olmuşam, başa düşdüm ki, lazım olmayan insanlarla oturdur eləmişəm, istər xanım, istər kişi, fərq eləməz, fəqət hərəbtu eləyək. İndi qaça-qaça gəlmişəm sənin huzuruna, ona görə deyirəm, məni eşit. Yaxşı. Bu münacat Şəbaniyyədir. Allahla belə danışmaq. Nə gözəl. Nə gözəl. Necə ki, məsumlar danışardı. Allahla xüsusi. O bir kəlmə də bunu deyim. İnşallah bu Kumeyl duası oxuyanlara bir hədiyəm olsun. Əhl-i Beytdən siz üçün nələr deyilim. Kumeyl eşitmişsiniz də bir şəxsin adıdır. Əmirül Möminin 8 dənə dilə sir yoldaşı olub, onlardan biri Kumeyl. Əlbəttə, daha üstünlər olub, malikəşlər daha zirvədə idi. İşim yoxdur. Amma Kumeyl də bir yerə yetişmişdi. Əmirül Möminin dərdləşərdi. Kumeyl özü nəql edir, gecənin bir aləmi. Görünən budur ki, gecə yarısından sonra. Gecənin bir aləm. Gördüm Əmirül Möminin qaranlıq bir gecədə. Üzünü qoyub torpağa. Bəh-bəh. Əlican. Üzü torpağın üstündə bir dənə dua oxuyur. İlahi və Rəbbim, duanı dinləyirəm qıraqdan. Əli münacat edir. Əli münacat edir. Danışır Allahla. Ev yoxdur, Kumeyl də sir yoldaşıdır. O da Əliyə yaxındır. O da qıraqdan dinləyir. Deyir, Kumeyl o qədər gözəl dua idi. Əmirül Möminin deyir, o duanı səcdədə oxudu, əvvəldən axıra qədər göz yaşları ilə. Başını qaldıranda deyir, üzü deyir, islanmışdı göz yaşından. Ondan sonra dedim ki, ya Əmirəl Möminin. Ağacan dedi, bəli. Ya Əmirəl Möminin. Bu nə dua idi? Nə gözəl dua idi. O mənə deyərsən, öyle dərsən. Əmirəl Mömin dedi, get qələm gətir, kağız gətir. Getdi, qələm gətirdi, kağız gətirdi. Əmirül Mömin həmən duanı dedi, Kumeyl yazdı. Həmən dua Kumeylin adı ilə qaldı tarixdə. Kumeyl duası. Və Əmirül Mömin tövsiyə edib bu duanı Şaban ayının xüsusilə 15-i oxumağı. İnşallah. Nimə Şaban deyilir, o gün oxumağı. Amma belə deyir, Kumeyl deyir ki, İmam mənə buyurdu ki, çalış bu duanı hər cümə axşam oxu. Fikir versin, duanı 4-cü gün oxuyurlar. Hər cümə axşam oxu. Ya indi bu olmadı da birdən. Heç olmasa həftədə, ayda bir dəfə oxu. Ayda bir dəfə alınmasa, ildə bir dəfə oxu. Kumeyl, işdir birdən o da olmasa, ömründə bir dəfə bəşər gəli oxusun bu duanı. Oxusun bu dünyanı köçsün. Kumeyl duası. Ondan sonra dedi ki, əgər kim bu duanı oxusa, Allah ona kafidir. Allah ona kifayət edər. Və 4 dənə də faydası var. 1. Turzəq. Allah mənəvi maddi ruzilərin qapısını açar.
2. Tunsər, Allah ona kömək eləyər, qeybi yardımlar və s. Turhəm, Allah ona xüsusi rəhmətini nazil edər. Və tuğfər, Allah onun günahlarını bağışlayar. Bu duanın faydası. Ədi ki, cəmin bir aləmi Allahla danışır. Xulasa, münacat nə oldu? Hələ qısa. Münacat Allahla xüsusi, səmimi söhbət. Sən və o. Və xüsusilə də bu aylarda. Gecənin bir vaxtı ayırın. Neçə dəqiqə, 3 dəqiqə, 5 dəqiqə özünüz bilərsiniz, amma bir gecənin bir aləmi qalxın. Tam gecənin yatmağı da bir şeydir. Tam gecənin yatmayaq. Özümə tövsiyə edirəm daha sonra sizə. Qalxın müəyyən münacatlar edin. O və sən, heç kəs yoxdur. Necə olur bu? Qaydaları nədir? İnşallah hələ davam eləyəcəm. Hələ ki bu qədər. Vəlhamdülillah Rabbil aləmin. Allahümmə inna nəs'əlukə və nəd'ukə bismikəl əzizil əzəm əl-əcəllil əkrəm. Allah sənə and verirəm izzəti və cəlalı və kərəmi və rəhməti və mərhəməti və məhəbbəti və bu əlləri ki sənin dərgahına qaldırmış. İlk əvvəl duamız İmam-ı Zaman əleyhissalamın zuhurunu təcillə. Allah bağışlamamış bizi bu dünyadan aparma. İmanla yaşayıb, izzətlə bu dünyadan köçməyi bizə nəsib et. Allah o kəslər ki bizdən dua istəyiblər, hacət istəyiblər, o qardaşlarımın, bacılarımın dualarını qəbul elə. İndi ekran qarşısında əyləşənlər var, İlah və Rəbbim, onların nə hacətləri varsa onlardan qəbul elə. Xəstələrimizi tezindən şifayı acil inayət elə. Övladı olmayanlara övlad nəsib elə. Subaylarımıza gözəl ailə nəsib elə. Ailə müşkül olanların müşküllərin tezindən həll elə. Borcu olanların borclarını verməkdə onlara yardımcı ol. Evsiz qardaşlarımıza ev nəsib elə, işsiz qardaşlarımıza iş nəsib elə. İlahi bu ayın oruclarından, zikirlərindən, dualarından, gecə ibadətlərindən bizləri məhrum eləmə. Ya Rəbbəl aləmin, şəhidlərimizi Kərbəla şəhidlərindən məhşur elə, onların yaxınları, ailələri, övladları, qəlblərinə hüzur və aramlıq nazillə.